Hamınızı salamlar dostlar. Mən Hüseyin. Bu gün sizlərlə birlikdə yepyeni bir oyun ilə və yepyeni bir video ilə qarşınızdayım. Uşaqlar, bu günləri World Soccer Champs'da menecer karyerasının serisini yaradıram. Uşaqlar, bundan sonra çalışacağım ki World Soccer Champs videoları da paylaşım. PSP PES 26 videoları da paylaşım. Uşaqlar, belə videoların tamamını gəlməyini istəyirsinizsə kanalıma abunə olub like atmayı unutmayın. Və biz bu günləri World Soccer Champs'da yeni bir menecer karyerası yaradırıq. İlk dəfə oynayıram bu oyunu. Həqiqətən ilk dəfə oynayacağım bu oyunu. Və mən menecer yaradacağım. Hüseyin baş məşqçisi olacağım. Yəni menecer olacağım və menecer olaraq dünyanın ən yaxşı menecerlərindən biri olmağa çalışacağım. Kuboklar qazanmağa çalışacağım. Bu hələ serimizin ilk bölümüdür və bu serinin davamının gəlməyini istəyirsinizsə videoya like atıb şərhlərdə də video fikirlərinizi bildirməyi unutmayın. O zaman keçək serimizi başlatmağa. Burada 1998, 2006 falan var. Biz Pro'da da Pact oynayacağıq. Mən zorluğu profesional seçə bilərəm, yoxsa yarı profesional seçim. Mənim fikrimcə profesional seçim. Çünki mənim həqiqətən futbolla aramda çox gözəl bir bağ var və futbolçuları çox yaxşı tanıyıram. Və futbol olaraq baş məşqçilikdə məxtəşərəm, klublər edeyim. Mən bu gün istəyirəm ki Azərbaycan liqasından başlayım. Çünki mən özüm də Azərbaycanlıyam. Buna görə Azərbaycan liqasından başladım və bizə təklif göndərdi. Kəpəz klubu və Karvan klubundan təklif gəldi. Digər takımlardan Qarabağı falan seçə bilmirəm. Bu əslində yaxşıdır. Ağsu City, İrəvan FK-nı seçə bilərəm. Məsəl üçün. Sonra bəli, istəsəm yəni burada aşağı liqalardan Şiravanka FK-nı, Zaqatala FK-nı, İrəvan FK-nı və Ağsu City-ni götürə bilərəm. Bəli, burada Səbaili istəyərdim götürmək Səbaili. Amma Səbaili seçmək üçün 5 boks daha lazımdır. Burada da gördüyünüz kimi yəni heç bir klubu seçə bilmirik. Qarabağı, Neftçini, Zirəni və digər klublarımızı. Mən elə ən yaxşısı biz ya Karvan ya Kəpəz. Məncə Kəpəzin təklifini qəbul edeyim. Niyə? Çünki Kəpəz Azərbaycanın ümumiyyətlə Azərbaycan tarixində Azərbaycan Misli Premyer Liqasında qazanan ən çox qazanan 3-cü klubdur. Yox, 3-cü klub deyil, 2-ci klubdur. Klub kupaları burada belə göstərir. Yaş ortalaması 23,7-dir və yönetimə gençə basırıq və menecer serimizin ilk bölümündə Kəpəzlə anlaşırıq. Xoş gəlmişsiniz. Burada çox gözəl bir şeylər ediblər. Həqiqətən oyunu əla ediblər. Yönetim və tərəfdarları klubə xoş gəldin diyor. Devam et. Sıradakı karşılaşma Ağsu City ilə. Bir dəqiqə biz əsas liqada deyilik. Mən hazırlıq maçıdır Ağsu ilə. Elə deyilmi? Takım yönetimi, antrenman. Bəli, biz əsas liqadayıq və 9-cu sıradayıq. Karvan imişli də buradadır. 0 xaldı hamı. Burada mən inşallah ki bu il yaxşı olacaq. Bir dənə mən takım yönetiminə baxım. Kanallarımıza baxım. Overall'lara baxım daha doğrusu. Burada 59 var. 59 Səmədov, Dongo kanallarımızın ulduzu, yəni potensialı 54 overall'lar Sadiqdir. 19 yaşı var. Qapıda İmamov olsun. Bir dənə mən zamenlərimə baxıram. 63 overall oyuncularımız var bizim. Niyə bunları oynada bilmirik? Niyə oynadamayaq? Şeydayevin 28 yaşı var və onu müdafiədə oynada bilmirik. Yox. Əslində oynanda demək olar ki eyni performansı verir. Biz bir dənə ümumiyyətlə formasiyanı dəyişək də. Bu nə formasiyadır? Biz formasiyanı dəyişək. Belə bir şey eləyək. Məncə belə bir şey eləyək. Belə bir şey eləyək. Hüseynini salaq oyna. Yox, belə bir şey etməyək. 4-4-2 də oynada bilərik əslində. 4-3-3 düzülüşü yoxdur burada oyunda. 4-3 var. 4-3-3.
Ha, 4-3 dizilişini tapdım şükür. Şeydayev var orada. Şahverdiyev'e daha doğrusu Şeydayev yok. Burada Dongon oynadık Patsun'un yerine. Santrfor'da Patsun oynasın. Nəbiyev ofansif orta sahalı. 4-4-3'ün defansif orta sahalı versiyasını bunu çəkək qabağa. Onun yerine Nəbiyev'i salaq. Seyidov yerine. Ofansif orta sahalı 3 defansif orta sahalı oynuyoruz biz. Yoxsa necə? Rauf Hüseynli sağ bekdə oynuyor. Burada oynuyor. Feynini salaq zamenə daha doğrusu. Seyidov var orada. En yaxşı Seyidov ve en yaxşı Onuago'dur. Ol ve Onuago da oynasın. Burada 58 Ohori yerine. 58 Ohori de buradadır. Seyidov salağı olması Ohori yerine. Ohori zamində. Sol bek İsayev'dir. Maksat İsayev. Sol kanatta 99 nömrədir o, yoxsa hə, 99 nömrədir o. 99 nömrəli Səmədovdur. Əli Səmədov 53 overallı var. Ofansif orta saha və defansif orta sahada. Onun burada nə işi var? Mən onu çıxardım. Onun yerine bir dənə hücumçumuz var mı? Yani yoktu abi, yoktu. Sol kanadımız yoktu bizim. Biz o zaman bir dənə sol kanat transfer edək, yəni yaxşısı. Mənim fikrimcə ən yaxşısı burada bizə transfer lazımdır. Elcan Abilov var. O keçsin belə. Komandada çox defansif orta saha var. Ən yaxşımız beləyik. Ən yaxşı belədir. Geri dönək. 155k pulumuz var. Çox azdır. Mən bir dənə takım yönetiminə baxım. Takım yönetiminə yox, baxdım da bura. Bizə Genç Akademiya baxaq. Yox, 45k pul istəyirlər. Oyuncu rolleri falan burada ona baxa bilirik. Yəni biraz oyunu mənimsəmək istəyirəm. Çünki çox da yəni ilk dəfədir bu oyunu oynayıram. Ona görə transferlər Adama Fofana gedib və Vadeska gedib. Bizdən gediblər onlar. Gələnlər mən o zaman uşaqlar bir dənə 60-65 overallı yaşı 20 yaşı herhangi fərqi yoxdur. Milliyyət də fərqi yoxdur. Pozisiyası stoper olan bir adam lazım. Stoper yox, sol kanat. Sol kanat bir oyuncu axtaraq. Mən buradan bir baxım 940k'ya var. Yəni burada bizim üçün üstündə ən yaxşısı deyəcək biri yoxdur. Mən gedim ən yaxşısı 1-2 transferlər satım, 1-2 oyuncu satım və 1-2 transfer eləyim, ondan sonra görüşərik. Bəli dostlar, ilk satılan oyuncumuz Mamadou Badır. Zirəyə onu 500.000 qarşılığında satdıq və pulumuzu aldıq. Biraz da satış eləyək. Elcan Abilovu məncə sataq. Zaten 54 overallı var onun. Elcan Abilov da Qarabağ Lökbətan klubuna 120k'ya satıldı və 775k pulumuz oldu. Aşağılara baxaq. Ümid Səmədov komandamızda oynamır ki. Daha doğrusu əsas 11'imizdə deyil ki. Ümid Səmədov daha doğrusu. Bizim gənc potensialımız kimidir? 19 yaşlı. Hə, atak kişi değildi. O deyəsən əsas 11'likdə oynayır həmin o 19 yaşlı potensialımız. Nəysə, komandamızın bu arada ən overallı çox olan oyuncusu İsayevlə Patsudur. Biz geri dönək, yenə transfer edək. Əli Səmədovu da sataq. Əli Səmədovu da Qarabağ Lökbətana satdıq. 190k'ya satdıq onu da və artıq
transfer edə bilərik. 65-70 arası da transfer edə bilərik. Burada bizə yox 1.1'lərlə gəldi bizə. 1 milyon çoxdur. O, bir dəqiqə Musa Qurbanlını gördüm orada. Musa Qurbanlı niyə də yox? Niyə də yox Musa Qurbanlı, niyə də yox? Biz santrfor axtarmırdıq ki, oradan indi yadıma düşdü. Biz sol kanad axtarırdıq. Ona görə sol kanad basaq, belə axtaraq. Burada Adama Blakke var, çox bahadır bunlar. Bizə pul az olan lazımdır. Geri 75 60-65 olsun o zaman. 9. Burada Wilson Mike ala bilərik məncə. 63 overall var. 64 overall-la Racing Lesilt var. Onun 18 yaşı var. Məncə onu transfer edək. 64 overall var. Lakin Winston Mike'ın isə 16 yaşı var. Burada indi seçim etməliyik. Racing Lest mi? Bayern München'dən Winston Mike mı? Mənim fikrimcə Winston Mike. Və Winston Mike bir dəqiqə. Oyuncu üçün təklif sunma. Bayern München takımına Winston Mike için 940k değerinde bir teklif sunmak ister misin? Evet. Görək Bayern München bu təklifi qəbul edəcək mi? Ay. Bayern München Winston Mike için bu təklifi rədd edir. O zaman mən də Racing Leicester alaram. 730k'lıq bir təklif və bəli, Hamburg Racing Leicester təklifimizi qəbul elədi. İlk transferimiz Racing Leicester olur. Biz onu komandamıza qatmağı bacardıq. Məncə çox yaxşı bir transfer idi bu. Düz bütün bütçəmiz demək olar ki getdi. Lakin onun üçün dəyərli. Leicester atası sol kanada 18 yaş var, çox potensial var və uşaqlar ən yaxşı halımız belədir. Burada mən Hüseynlini də oynatmaq istəyərdim. Şahverdiyevdə. Məncə Hüseynlini oynadım. Çünki Şahverdiyevin yaşı 29'dur. 29 yaşı, 28 daha doğrusu. Lakin Hüseynlinin yaşı 25'dir. Məncə ona görə onu oynatmaq olar. Sıradaki maçlara baxaq. İkinci Kume, Maga Behbudov, Azad Baku, belə uşaqlar bizə saniyə gözləyin. Bəli dostlar, problemi həll elədim və indi artıq maçımıza doğru keçə bilərik. Bir dəqiqə, maça niyə keçmirik? Devam et. Bəli, devam et. Maça atla birbaşa belə basaq. Yəni maçı simulyasiya eləyirik. Biraz sesini alın. Artık 90 dakika bitti mi? 3-0 90 dakika bitti ve 0-0'dı hesap. 0-0 Aksust ile hazırlık maçında beraber qalırıq. Bonus kredisi PSG sezonun bu başlanğıcında size yardım etmeye karar verdi ve size yıldız oyuncusu Osman Dembele'yi 5 hafta boyunca kredi ile gönderdi. Ne danışırsan sen? Sen ne diyorsun? Osman Dembele. Oy, bu çok güzel oldu. Bu çok güzel oldu. Devam elə. Oyunumuz Naval Kerno ilə. Olmaz ki bu. Mən uşaqlar ən yaxşı bu reklamı keçim, ondan sonra açacağım ekranı. Bəli dostlar, reklamı keçsin və artıq maça atılaya bilərik. Rəqibimiz Naval Kerno'dur. 1 gol, 3-1 olur hesab. Donald Dango, Şahmar Aşurov və Şakir Seyidov qollarımızı vurur. Rəqibdən də Alex Albute qol vurur. Belə hazırlıq oyunlarında 4-1 Naval Kernon'u məğlub edirik. Avropa Süper Kubakında, yəni Çempionlar Liqası və Avropa Liqasını qazananların oyununda PSG Tottenham Hotspur'la oynayır. Bundan bizə məncə əlaqəsi yoxdur. Niyə devam eləmədi ki bu? Bəli, 4-0 PSG qalib ayrılır bu oyunda. Dostum, mənə nə?
Mən bunları keç. Və bəli, liqamız başlayır. İlk rəqibimiz Neftçi Bakudur. Mən bir dənə takıma baxmaq istəyirəm. Santrforda Dembele'miz göz oxşuyur. Aşırov yerinə sən belə keç. Sən də belə keç. Belə. Karşılaşmaya basırıq. Rəqib çox güclüdür. Lakin biz də güclü bir klubuq. Bizim də Dembele'miz var, belə deyim. Maç atmaya basırıq. Kəpəz Neftçiyə qarşı. Oyunun 46-cı dəqiqəsində 1-0 Dongo və Osman Dembele'nin 85 və 86-cı qollarda vurduğu qol 85 və 86-cı dəqiqələrdə vurduğu qollar ilə Neftçi Bakunu 3-0 məğlub etməyi bacarırıq. 3-0 Neftçini məğlub etmək. Yəni bəli, çox çətin işdir əslində. Məncə karyeramıza çox gözəl başlamışıq. Liqada birinci yerdəyik. Kəpəz birinci yerdədir. Kiralıq dönəmi bitdi. Osman Dembele'nin kredisi sona erdi və sıradakı qarşılaşmamız Sumqayıt klubuna qarşıdır. Biz Sumqayıt klubunu inşallah ki məğlub etməyi bacararıq. Sumqayıt FK vs Kəpəz FK maç başladı. Biz özümüz oynayaq. Dedim qoy biz özümüz oynayaq. Rəqib gəlir. Gol vurdular. Gol fırsatı bekleniyor. Məncə biz neyse devam edelim. 17. dəqiqə. Qoy bir dəfə də oynamış olaq. Pasımızı verdim. Biraz geriye verdim bunu. Sumqayıt 1-0 üstündür. Patkat girdim rəqibimə. Əhsən. Uzaqlaşdırmaq lazımdır burada, topu qəşəng uzaqlaşdırdım. Rəqib Sumqayıt bizi çox sıxır hal-hazırda. 34-cü 36 maç devam edir. Və atak fırsatı bizdədir. Pasımızı verdim. Bir daha geri. Ay, çox sürətli verdim pasımızı. Bu arada şu olur, plankartda Aqua və Sokar'ı gördünüz mü? Zərbə dirəkdə partladı onların zərbəsi və qapıcımız. Çox gözəl oynadık burada. Qapıcımızdan save. İkinci hissə. Başladı ikinci hissə. Maç devam edir. Və zərbə son anda qapıçıları. Son anda rəqib qapıçı, Sumqayıtın qapıçısı. Abi bərbad paslar. Yox. Vuruşu təkrarlamaq istəmirəm. Əşdad 5-ci dəqiqə daxil olur hal-hazırda. Və maçın bitməyə çox az qalıb. Topu vurduq, uzaqlaşdırdıq. 90-cı dəqiqədə maç bitdi. 1-0 Ramay Glomun vurduğu qolla Sumqayıt bizi məğlub edir. Heç bir şey olmaz. Və hal-hazırda biz 5-ci yerə düşürük liqada. Sonraki qarşılaşmamız Qəbələyə qarşıdır. Maçı simulyasiya edirik. Onlar 1-0 üstündürlər. Hal-hazırda 2-0. Ümumiyyətlə maç bitdi və 2-0 Qəbələyə də məğlub olduq. Sabahla çox yoğun bir fikstür var. Sabahla oynayırıq indi bir dəqiqə hal-hazırda. Tovuz City stadionunda və Arzu Atakiyev qolu vurur 61-ci dəqiqədə. 1-0 Sabahı məğlub etməyə bacarırıq. Əhsən klub. Ulan Tovuzun oynayacaq indi. Maç atlayaq. Emunal Hakman bir gol 58-ci dəqiqədə gol vuraraq bizi məğlub etməyə bacarır Turan Tovuz. Devam eləyək. Araz Naxçıvanla oynayırıq. Haydi Araz Naxçıvanı məğlub eləyək. Bir dəqiqə. Dondu. Şolamam deyəm onu həll edeyim gələm.
Bəli dostlar, oyun çökmüşdü, düzəltdim və gəldim. Və gördüyünüz kimi axır ki istədiyim taktikanı tapdım. 4-2-3-1 Qarabağın hazırdakı taktikası da belədir. Defansif orta saha 2 də, yəni bizim əlimizdə olan oyuncular da buna meyil verir ki biz 4-2-3-1 taktikasına keçək. 2 defansif ortamız yaxşıdır və bir dənə defansif orta sahamız. Buna görə də mən bu dizilişə keçdim. Sağ kanat, sol kanatlarımız zaten yaxşıdır. Sağ kanatdakı oyuncumuzu yerinə inşallah ki gələn il Donqunun yerinə bir transfer edə bilərik. O zaman biz Araz Naxçıvanla oyunu da simulyasiya eləyək. Devam et. Araz Naxçıvanla olan maçı simulyasiya edirik. Tovuz City stadionunda oynanılır. Bu oyun hesab 1-1'dir. 2-1 Araz Naxçıvan bizi məğlub edə bilir. Patrick Andrade və Barkonhe'nin vurduğu qollarla. Bizdən də 56-cı dəqiqədə Fərid Nəbiyev qolu vurub. Heç olmaz. İlerleyək. Bir oyun daha oynayacağım. Oyuncu sakatlık uyarısı var. Deska sakatlığı nedeniyle 4 hafta forma giyilə bilməyəcək. Bu çox pis oldu və oyuncu cəzalımız da var. Raul Məmmədov birinci küme yarışmasında, yəni əsas liqasında 2 maç için cəza aldı. Biz o zaman bir dənə takımımıza baxaq. Var Deska zədələnib burada. Raul Məmmədov zaten zamenimizdir. O da qırmızı vərəq alıb. Bir dəqiqə. O zaman biz belə deyək. İsayev Fofana yerinə Fofana salaq belə, İsayevi qoyaq belə. Məcburuq buna. Və yaxud da Səmədov orada yaxşı oynaya bilirmi? Yox. Ən yaxşı burada İsayev oynaya bilir. Hüseynli bəs? Yox. İsayev bax belə oynaya bilirik ancaq. Ən yaxşı, daha doğrusu belə oynaya bilərik. Çünki Vardeskamız zədələnib və Məmmədovumuz da qırmızı vərəqə alıb. Bu oyunu nə oynayırıq? Zirə ilə oynayırıq. Mən Qarabağla olan oyunu bir takvimlə baxım. Biz hal-hazırda Zirə ilə oynayırıq. Sonra Şamaxı ilə, sonra Karvanla, sonra İmişli ilə və ondan sonra Qarabağla oynayırıq. Bu 4 maçı simulyasiya edeyim və Qarabağla olan maçı isə özüm oynayacağım inşallah ki. Və o zaman Zirə maçına keçirik. Zirə Olimpik Sport Kompleks stadionunda oynanılır bu oyun və oynanıldı, bitdi. Gol pozisyonları bizdə Zirədə 4, bizdə 1. Kaleye bulan şutlar onlar da 1, bizdə 0. Topa sahib olmalar 58, biz 41. 0-0 bitti. Bu hesab heç bir şey olmaz. Yəni müdafiəmiz hələ belədirsə biz yaxşı ki belə oynayırıq. Bu maçı da simulyasiya edirik. Maçımız Şamaxıya qarşıdır. Şamaxı ilə olan maçı Tovuz City stadionunda oynanılır bu oyun. Racing Leist transferimiz gol vurur. 1-0 Şamaxını keçin. 1-0 Şamaxını məğlub etməyə bacarırıq. Bir sonraki maçımıza keçək. Bir dəqiqə devam et. Bastım, olmadı. Hə, indi oldu. 7-ci sıradayıq. Karvana qarşı olan maç atla bilmirik. Maç atlamaq şu an sınırlıdır. Ancaq mağazamızı ziyarət edərək sınırsız atlamalar əldə edə bilir. Şimdi kontrol etmək istər misiniz? Niyə? Mən sınırsız etmək istəyirdim. Heç olmaz. Bu oyunu özüm oynayayım. Çöpəz oyununu oynayayım. Maç başladı. Və burada qarşılarını kəsmək lazımdır. Aslan Babayev vurdu bizə qarşı qolu. Karvana qarşı oynayırıq da bəli. Gəlir Karvanlı oyuncular. Burada qarşılarını almaq lazımdır. Qəşəng uzaqlaşdırmağa bacardım. 25-ci dəqiqədə Karvan bizi çox sıxır. Sürüşdüm, lakin qapıcımız oradaydı zaten. İlk hissədə 1-0 məğlubuq hal-hazırda Karvana. Və bir topa patkat girərək topu out atırıq. İndi atak sırası bizdədir. Pasımızı verdi, olmadı. Lakin top bizdə qaldı. Zərbə olmadı.
Bir daha zərbə. Bu səfər də qapısı seyv etdi bunu. Ay 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 ay. Danışa bilmədim episodda. İndi bizə qarşı gələn pas. Zərbə üstünə. Üstünəydən qaçdı bu top. İlk isə bitdi. İkinci isə baxırıq. Qarşısını almaq lazımdır. Qarşısını almaq lazımdır. Qarşılarını almaq lazımdır. Fuad Məhmədov qolu vurdu. Qapıçımız bu topu tutmağı bacardı burada. 60 artıq 70-ci dəqiqələrə daxil olduq. Şakir Seyidov sarı vərəqə oldu burada. Bu sefer topu pasımızı verdik. Böyle vurak direk. Bir zərbə ilə direk. Yeniden dönək bura. Bir zərbə və qapısı boyun 3 direk vurduq biz. 3 direk belki de ondan da çok. Ay 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 ay. Məğlub olduq, lakin çox yaxşı oynadıq əslində. Çox dirək vurduq burada. İmişliyə qarşı maçı atlaya bilmirik. Bir dəqiqə. Maçı atla. Ayda. Maçı bir daha atlaya biləcəyik görəsən. Bilmirəm onu. İmişliyle de oyun oynamalıyıq. İmişli və Qarabağ oyununda oynayandan sonra yəqin ki artıq videonu yekunlaşdıracağam. Çünki artıq 30-cu dəqiqəyə daxil oluruq. Pası verdim, olmadı. Bir daha verəcəm. Zərbə! Qapıçı! Rəqib qapıçı seyv elədi. Oy 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 oy. İndi onlar gəlirlər. Uzaklaştırmak lazımdı ve qapıçımıza verdiği bu topu. Əla oynadık orada. Patkat girdiği topu qapıçımıza verdik. İndi rəqib yine geldi. Yine geldi rəqib. Bu sefer yine qapıçımız seyv eləməyi bacardı. Bir dəqiqə, qapıçımızın adı neydi? İmanov. İmanov seyv eləməyi bacardı. Mişliyə qarşı oyunda İmanovumuz qapıda yaxşı durur. İndi burada pasımızı yerine getirdik. Yeniden dönək. Bir daha pas. Lakin olmadı. Topu aldılar. Arkaya vermeye çalıştım topu, lakin görə bilmədim. Orada oyuncusu var ya yok. İndi burada değerlendirmeye lazımdı bu topu. Zərbə yine dirək. Oy 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 oy. Ne olur burada oyunda. Yine atak şansı. Bir zərbə qapıçı. Bir zərbə və yenə də qapıçı seyv eləməyi bacardı. İlk hissə bitir. 0-0'lık bərabərlik devam edir oyunda. Pasımızı verdik. Bir daha geri oynadık. Bir daha qaytardım oyuncu. Yeniden qaytardım. Bu sefer bura gəldim. Üçünü paslaşırıq hal-hazırda burada. Zərbə olmadı. Biraz yavaş vurdum. Biraz bəş vursaydım gol ola bilərdi. Lakin inanıram ki yenə bir atak olacaq. Zərbə qapıçı. Yine yavaş vurduq. Yine yavaş vurduq. Sert vurmaq lazımdır bu toplara. 80-cı dəqiqəyə artıq daxil olduq. 94 və bir atak izləyəcəyik indi.
pasımız geçmədi burada pasımız və yəni bizə çox gol pozisyonu gəldi, lakin heç birini dəyərləndirə bilmədik. 0-0 bərabərə qalır demişdilər. İndi Qarabağ maçına doğru gedirik. Hal-hazırda liqada 9-cu sıradayıq. 11 xalımız var. Qarabağ 1-ci yerdə 30 xal var. Sakatlıq durumu güncəlləməsi. Vardeska sakatlıqdan sonra antrenmanına geri döndü və artıq onu oynada bilərik yəqin ki. İsayev və Fafanla dəyişdirdik. Yəni rəqibimiz çox güclüdür. Qarabağdır bu. Mateusz Kokhalski, Elvin Cəfərquliyev, Mateusz Silva, Toral Bayramov, Dani Bolt, Pedro Bikaylko, Aleksey Kaşuk, Abdullah Zubir, Emanuel Aday, Leandro Andrade və Nəriman Axundzadə 11-liyi ilə çıxırlar maça. İnşallah ki onlara qarşı qələbəni əldə edə biləcəyik və yenə də reklam gəldi. Uşaqlar, mən interneti söndürdüm ki reklam gəlməsin. Lakin reklam gəlir yenə də. Heç olmaz bir dənə izləyək, qısa bir şəkildə izləyək bu reklamı. Artıq keçə bilərikmi? Bəli, keçdik. Reklamı keçdik. Qarabağ Kəpəzə qarşı, daha doğrusu Kəpəz Qarabağa qarşı maçımıza başlayırıq. Ya Allah, inşallah ki qalibiyyət bizdən olar. Qarabağ ataka gəldi indi burada. Ehtiyatlı oynamaq lazımdı. Zərbəni vura bilmədi kim idisə. Tam görmədim. İndi atak sırası bizdə. Pasımızı verdik. Zərbə! Son anda Mateusz Kokhalski. Və yenə bir atak. Pasımı yerinə yetirdim. Belə bir pas. Buradan çox gözəl gördüm rəqib komandaya qaçımı. Ay. O epizodlarda səhv oynadım orada. Və Qarabağ ataka gəldi. Əhsən, çox gözəl uzaqlaşdırdıq topu. Və indi atak sırası bizdədir. İçərilədim topu. Zərbə sonunda Kokhalski. Yəni profesional qoşmuşam deyə belə gücsüz olurlar. Bəlkə. Və Nəriman Axundzadə qolu vurdu. Artıq atak sırası keçsin bizə. 70. dəqiqə daxil olduq. 84 və Qarabağ yenə ataka gəldi. Cərmə zərbəsi ilə bizi sınadılar. Lakin topu tutmağı bacardı İmamov. Və maç bitdi. 1-0 Qarabağ bizi məğlub etdi. Nəriman Axundzadənin qolu ilə bizi məğlub etdilər. Yəni məncə hal-hazırda profesional üzrə biz 11-ciyik. Bu gün biraz pis oldu bu. Lakin gələn dəfə inşallah ki daha yaxşı olacaq uşaqlar. Videonu artıq yekunlaşdırmaq istəyirəm. Belə videoların davamını gəlməyini istəyirsinizsə World Soccer Champions'ın oyununun videolarının davamını gəlməyini istəyirsinizsə kanalıma abunə olub, videoya da like atmağı unutmayın və şərhlərdə bunu bildirin. Gələcək videolarımda hansı kontekst fikrini paylaşın, bunu bildirin. Sağ olun, salamat qalın, özünüzə yaxşı baxın. İnşallah ki bu serinin davamı gələcək. Özünüzə yaxşı baxın.